Aziz idmançılar, bildiğiniz gibi 2025-ci ilin sonu yetişmək üzrədir və biz hər il olaraq ilin sonunda Azərbaycan Kickboks Federasiyası olaraq ilin sonunda özümüz üçün bir hesabat xarakterli görüş belə bir tədbir hazırlayır. Bu il bizim üçün doğrudan da həqiqətən uğurlu il olmuşdur. Azərbaycan kickboksçuları bir çox yarışlarda iştirak etmiştir və uğurlu nəticələr əldə etmişdir. Bunun üçün federasiyada zəhməti olan bütün idmançılara, məşqçilərə öz təşəkkürümü bildirirəm. Həqiqətən hər zaman federasiya olaraq biz idmanın inkişafında dövlətçiliyimiz üçün böyük işlər görmüş. Və hər zaman bizim federasiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycan gənclərini güclü, savadlı, vətənsevər böyütmək və biz buna nail oluruq. Bunun üçün qeyd etdiyim kimi federasiyada əməyi olan insanlar çoxdur və bu il ərzində bizim əldə etdiyimiz uğurlarda sizə sadalamaq istəyirəm. Bu il biz 6 beynəlxalq yarışda iştirak edib Azərbaycan kickboksçuları və böyük nəticələrə imza atmışlar. Onları bir daha bu il ərzində qazandığı uğurlar 36 qızıl, 38 gümüş, 40 bürünc medal qazanmışdı. Ümumilikdə bu 114 medal edir. Bu böyük bir nəticədir. Bu nəticə münasibətilə bütün idmançılarımızı təbrik edirəm. Bu idmanda əməyi olan bütün idmançılarımızın valideynlərini, ailə üzvlərini də təbrik etmək istəyirəm. Bütün Azərbaycan kickboks sevərlərini təbrik etmək istəyirəm. Və əlbəttə ki, bu uğuru əldə etmək bugün sözdə asan gəlsə də, bu uğur çox bir çətinlikdən keçərək əldə olunur. Çünki idmançı həyatı çox çətin bir həyatdır. İdmançı disiplini, idmançı uğur qazanmaq üçün gecə-gündüz çalışmalıdır. İstər məşq zamanı, istər öz həyatında bütün belə deyək, lazım olan addımlara fikir verməlidir. Və mən qeyd etmək istəyirəm ki, Azərbaycan kickboksçuları həqiqətən bunların hamısına belə deyək, riayət edir. Hər zaman bu federasiyanın bütün tədbirlərində də iştirak edir və bizim uğur qazanmağımızda bizə hər zaman kömək edirlər. Və bu bizim federasiyanın 30 ildən çoxdur fəaliyyəti vardır. Bu federasiyanın inkişaf etməyində Azərbaycan Kickboks Federasiyasının fəxri prezidenti Adi müəllimin xüsusi diqqəti, qayğısı olmuşdur və bu günə qədər bu federasiyanın bu tərəfdə inkişafının memarı məhz Adil Əliyev cənablarıdır. Mən ona öz adımdan təşəkkür etmək istəyirəm, bütün federasiya üzvləri adından təşəkkür etmək istəyirəm. Çünki belə mehriban federasiya var, bizim idmançılarımız hər zaman mehribançılıq bir ailə olaraq bir yumruq ətrafında birləşmişdir. Və mən qeyd etmək istəyirəm, Azərbaycan kickboksçuları nəinki həvəskarlar arasında, peşəkarlar arasında da böyük uğurları imza atır və bizim idmançılarımız bir çox peşəkar döyüşlərdə iştirak edirlər və bu bizim üçün bir sevindirici haldır. Azərbaycan kickboksçularından Akif Quluzadə son vaxtlar Vanifsi təşkilatında göstərdiyi möhtəşəm döyüşlər, möhtəşəm qələbələr bizi sevindirir və o son vaxtlar keçirdiyi 4 döyüşdə qalib gələrək və növbəti kəmər döyüşlərində iştirakı gözlənilir. Və eyni zamanda son boks üzrə dünya çempionatında, Dubayda keçirilən dünya çempionatında bizim idmançımız dünya çempionu olaraq bütün Azərbaycanı sevindirmişdir. Yəni bu sevincin məğzi ondan ibarətdir ki, finalda onun rəqibi Rusiyanı təmsil edən erməni döyüşçüsüydür və yaşda böyük olmağına baxmayaraq erməni döyüşçüsü üzərində inanımlı qalibiyyət əldə etmişdir. Biz o döyüşü internet kanalı ilə canlı izləyərdik və həqiqətən o uğuru, yəni o qalibiyyəti ürəkdən sevindik və mən bildirmək istəyirəm ki, bizim nailiyyətlərimiz tək kickboksçu olaraq yox, bütün Azərbaycan idmanının orada olan uğurlar bizim hər birimizin uğurudur. Və bugünkü gün bizim əlamətlər günlərdən biridir. Eyni zamanda ölkəmizin başçısı Cənab Prezidentimiz İlham Əliyevin ad günüdür.
Ona bir federasiya olaraq can sağlığı arzu edirik. Arzu edirik. Arzu edirik ki bizim dövlətimiz bugün dünyada salib seçilən dövlətlərdən biridir. İstər siyasi baxımdan, istər hərbi baxımdan, idman baxımından ən güclü dövlətlər arasında bizim dövlətimizin adı sayılır. Məhz bunun, bizim dövlətimizin bu cür güclü olmasının səbəbkarı cənab prezidentimizdir. Allah'tan cənab prezidentimizə can sağlığı arzu edirəm. İşlərində hər zaman uğurlar olsun. Bir xalq olaraq, bir idmançı camiyyəsi olaraq hər zaman onun yanındayıq və onun atdığı verdiyi bütün tapşırıqları canla başına yerinə yetirməyə hazırıq. Bir daha hər birinizə təşəkkür edirik və bugünkü gün belə deyək ki, idmançıların ilin sonu olduğu üçün istirahət günüdür. Hər birinizə xoş istirahət arzu edirəm. Sağ olun.